Salam. Bugün İslam aləminin ən müqəddəs məkanı olan Kəbənin hissələri haqqında danışacağıq. Hər gün dünyanın hər yerində milyonlarla müsəlman namaz qılarkən üzünü Kəbəyə tərəf tutur. Hər il isə milyonlarla insan həcc və ümrə ibadəti üçün müqəddəs məkanı ziyarət edir. Bəs Kəbənin üzərində və ətrafında gördüyümüz hissələr nə adlanır və onların əhəmiyyəti nədir? Gəlin birlikdə öyrənək. İlk olaraq Həcərül Əsvəd haqqında danışaq. Həcərül Əsvəd Kəbənin şərq küncündə yerləşən cənnətdən düşmüş bir daşdır. İlk vaxtlarda ağ rəngdə olduğu insanların günahları səbəbindən zamanla qaraldığı bildirilir. Tavaf məhz Həcərül Əsvəd daşından başlayır və 7 dövrə tamamlandıqdan sonra yenidən burada başa çatır. Zəvvarlar imkan olduqda bu daşı öpməyə və ya ona toxunmağa çalışırlar. Bu mümkün olmadıqda isə uzaqdan ona işarə edirlər. İkinci hissə Kəbənin qapısıdır. Hazırki qapı yerdən təxminən 2 metr hündürlükdə yerləşir və qızıl örtüklə bəzədilib. Tarix boyu qapının hündürdə yerləşdirilməsi sel pusularından qorunmaq və girişi nəzarət etmək məqsədi daşıyıb. Kəbənin qapısı yalnız xüsusi hallarda açılır. Kəbəni örtən qara parçaya kisvə deyilir. Kisvə təmiz ipəkdən hazırlanır və üzərində qızıl saplara Quran-Kərim ayələri işlənir. Onun hazırlanması uzun aylar çəkir. Hər il həcc mövsümündə köhnə kisvə yenisi ilə əvəz olunur. Mültəzəm Həcərül Əsvədlə Kəbənin qapısı arasında yerləşən hissədir. Bir çox alimlər bu məkanın dua üçün ən fəzilətli yerlərdən biri hesab edirlər. Burada insanlar Allahdan bağışlanma, mərhəmət və xeyir diləyirlər. Kəbənin şimal tərəfində yerləşən yarımdairəvi hissə Hicr İsmail. Rəvayətlərə görə Həzrəti İbrahim tikdiyi Kəbə indiki ölçüsündən bir qədər böyük idi. Sonradan Kəbə yenidən tikilərkən bu hissə binanın xaricində qaldı. Buna görə də Hicr İsmail Kəbənin sərhədlərinə daxil hesab olunur. Damın üzərində yerləşən qızıl nov Mizabur Rəhmə adlanır. Onun vəzifəsi yağış sularını Hicr İsmail hissəsinə axıtmaqdır. Tarix boyunca bu nov bir neçə dəfə yenilənmişdir. Kəbənin aşağı hissəsində yerləşən daş çıxıntıya Şəzarvan deyilir. Bu hissə binanın təməlini qorumaq və divarlarının möhkəmliyini artırmaq məqsədi ilə tikilmişdir. Tavaf edən zəvvarlar bu hissənin xaricinə keçirlər. Kəbənin yaxınlığında yerləşən Məqam İbrahim isə Həzrəti İbrahimin ayaq izlərinin olduğu daşdır. Rəvayətə görə Kəbə tikilərkən Həzrəti İbrahim bu daşın üzərində dayanaraq divarları uzaldırdı. Bugün həmin daş xüsusi şüşə örtüklər içərisində qorunur. Əziz izləyicilər, Kəbənin hər bir hissəsi bizə İslam tarixinin peyğəmbərlərini, həyatını və Allahın evinin müqəddəsliyini xatırladır. Bu müqəddəs məkanı tanımaq imanımızı və tariximizə olan bağlılığımızı daha da gücləndirir. Videonu bəyəndinizsə bəyənməyi, kanalımıza abunə olmağı və bildiriş zəngini aktiv etməyi unutmayın. Sağ olun.